Salam əziz müdavimlər və abituriyentlər. Bu dəfə biz MİQ çərçivə sənədinə 2025-2026-cı il MİQ çərçivə sənədinə yeni daxil edilmiş əsərləri sizlər üçün təhlil edəcəyik ki, ilk olaraq onlardan Alı Kişi Köroğlu dastanından ixtisarla verilən, deməli, baxın, ixtisarla verilib, yəni bir qismini sizlər üçün təhlil edəcəyik ki, bunu biz deməli, MİQ imtahanlarına qəbulda bizə düşəcək olan suallar içərisində Alı Kişi qolu vardır. Digər qollar deməli, Duratın itməyi qolu çıxarılıb, Alı Kişi qolu daxil edilmişdir. Baxaq. Deməli, əvvəlcə baxaq. Baxın. Deməli, deyir ki, Alı Kişi neçə illər idi ki, Həsən xana ilxi otarırdı. Alı Kişi kimə ilxi otarırdı? Həsən xana. Ömrünü gününü onun qapısında çürüdüb, saçını saqqalını ilxıçılıqda ağartmışdı. Yəni ömrünün böyük bir hissəsini Həsən xana ilxi otarmaqla keçirtmişdi, saç saqqal ağartmışdı. Yəni yaşlı çağında da ona ilxi otarırdı. Hər gün səhər dan yeri ağaranda Alı Kişi ilxını çölə aparır, bütün günü otarır. Keçidən biraz keçəndən sonra xalxala gətirirdi. Bir gün Alı Kişi ilxını sürüb dərya kənarına aparmışdı. Deməli, hər gün səhər çağı Alı Kişi ilxını sürüb aparırdı. Bütün gün otarırdı, gəzdirirdi və gecədən keçəndən sonra, hətta tam belə deyək, günün sonunda deyil, gecədən keçəndən sonra xalxala gətirirdi. Bir də bir şey qeyd edeyim. Baxın, burada xalxal nə deməkdir? Heyvanlara məxsus xüsusi bir yerdir. Yəni gecədən keçəndən sonra gətirib xalxala salırmış. Bir gün Alı Kişi ilxını sürüb dərya kənarına aparır. Bir gün Alı Kişi atları sürüb aparır dərya kənarına. Atlar dərya kənarında otlayırdı. Alı Kişi də özü bir tərəfdə daşa söykənib oturmuşdu. Atlar otlayır, bu da söykənib oturubdu. Dan yeri yenicə ağarmışdı. Qoca ilğıcı bir də baxdı ki, dəryadan 2 ayğır çıxdı. Baxın, burada deməli 2 ayğır çıxır. Hardan? Dəryadan. Çünki atları hara gətirmişdi? Dərya kənarına. Dəryadan 2 dənə ayğır çıxır. Özü də baxın nə zaman? Günün hansı hissəsi idi bu? Dan yeri deyir yenicə ağarmışdı. Dan yeri ağaranda dəryadan 2 ayğır çıxır, atlar gəlib ilxiyə qarışırlar. Həmin çıxıb gələn 2 ayğır gəlib ilxiyə qarışır. 2 madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. 2 madyana yaxınlaşırlar, sonra yenə də qayıdıb dəryaya girirlər. Tez qalxıb madyanları nişanladı. Amma bu barədə heç kəsə bir söz demədi. Madyan, baxın, ayğır. Baxın, burada bu ayğır ki var idi, dəryadan çıxan ayğırlar erkək at deməkdir. Baxın, burada bunu bir şey diqqətinizə çatdıraq ki, bu 2 ayğır erkək atdır, 2 dənə madyan. Həmin bu Alı Kişinin deməli ilxıda otardığı 2 madyan da dişi at deməkdir. Ayğırlar deməli dişi 2 dənə madyana yaxınlaşırlar, sonra dəryaya girirlər və Alı Kişi neyinir? Nişanlayır bunları ki, yəni ki, bunlardan olacaq balalara diqqət yetirəcəyini nəzərdə saxlayır. Və bunu heç kimə demir. Qoca ilxıcı madyanları gözdən qoymurdu. O qədər gözlədi ki, axırda onlar doğdu. Aha, dedi yaxı dişi madyanda bunlar. Dişi atdılar, bunlar doğdu. Aylar keçdi, il dolandı, qulunlar böyüyüb, day oldular. Günlərin bir günü Toqat Paşası Hasan Paşa Həsən xana qonaq gəlmişdi. Aha, burada fikir verin. Hasan Paşa Həsən xana qonaq gəlmişdi. Diqqət yetirdiyiniz nədir? Testlərdə verəndə çaşmamaq üçün bu məqamlara diqqət yetiririk. Hasan Paşa kim idi? Həsən xan kim idi? Ümumiyyətlə bu paşa söhbətinə əsasən bilin ki, bu Toqat Paşası, yəni Osmanlı paşalarındandır, Toqat Paşasıdır. Hasan Paşa anan olduğuna görə bunu belə yada saxlayırsınız. Həsən xan kim idi? Bəs yaxşı, Həsən xan Alı Kişinin belə deyək, ilxilarına rəhbərlik etdiyi xan idi. Aha,
Həsən xana qonaq gəlir. Hasan Paşa, Paşa söhbət arasında xana deyir ki, bax söhbəti salan Paşadır. Xana deyir ki, Həsən xan, eşitmişəm sənin yaxşı cins atların var. Gərək İlxından mənə 2 ayğırlıq at verəsən. 2 ayğırlıq at verəsən və Həsən xan o saat Alı kişinin yanına çağırıb tapşırdı. Təbii ki, bax bu istək kimdən irəli gəlir? Ən birinci Hasan Paşadan. Bunun evinə bunun yanına qonaq gəlibdi və Həsən xana deyir ki, eşitmişəm sənin atların var. İstəyən Hasan Paşadır. Kimdən istəyir? Həsən xandan istəyir. Həsən xan da təbii kimi çağıracaq? Atlarına baxan ilxıçını çağıracaqdı və çağırır yanına deyir ki, sabah ilxını çölə aparma, Paşa üçün 2 dənə ayğırlıq at tutturacam səndən. Bu sözü deyən kimi dayılar Alı kişinin yadına düşdü. Alı kişi nəzərində canlandırır ki, yəni ən yaxşısını versin deyə fikirləşir ki, 2 dənə day var idi. Həmin o madyanlardan ayğırlar ki, sudan çıxmışdılar, dəryadan. Yəni dişilərlə birləşmişdilər, balaları olmuşdu. Həmin o madyanların da fikirləşir ki, ən yaxşısı bunlardır, mən bunları verim buna. O xanın başını uca eləmək üçün, xanın başını uca eləmək üçün, onun ilxısına baxırdı. Xanın başını uca eləməkdən ötürü nə edir? Səhər tezdən durur, dayıları tutub xalxala bağlayır. Xüsusi otaq, yəni atlar üçün olan xüsusi otaqda bağlayır. İlxını sürüb çölə ötürür. İlxını da boşdur ki, getsinlər. Çünki onsuz da o lazım olan atları saxlamışdı. Paşa baxdı ki, xalxala 2 arıq day bağlanıb. Yəni heyvanlar üçün olan yerə 2 dənə arıq day bağlanıbdı. Başa düşdü ki, bu dayları ona vermək istəyirlər. Gülüb dedi. Gülən kim idi deməli burada? Hasan Paşa idi. Hasan Paşa, bax, karıxmayın, fikirləşərsiniz ki, xalxalda 2 arıq dayı kim görüb? Həsən xan. Fikirləşərsiniz ki, bu Həsən xanın belə deyək də ilxısı idi. O da gəlib baxa biləcək, yəni xalxala baxa biləcək olan, özünün xalxalına baxa biləcək olan adam Həsən xandır deyə fikirləşərsiniz. Amma yox, burada gülməkdən yadda saxlayın ki, Hasan Paşa olur bu. Hasan Paşa baxıb gülür. Gülür və deyir ki, Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins atların var. Bunlar nədir? Deyir ki, mənə deyibdilər sənin yaxşı cins atların var. Bəs bunlar nədir? İş belə ələngə üləngəyə qalsa, bunlardan mənim özümdə çoxdur. Bir növ buna rişxənd eləyir. Yəni deyir ki, mənə sənin atlarını tərifləmişdilər. Amma sənin mənə verdiyin nədir? Ələngəyən, lazımsız, çəlimsiz atlardır. Yəni əgər beləliyə qalsa, mən bunlardan varımdır onsuz da. Yəni neynirsən bunları mənə verib? Paşanın sözü Həsən xana ox kimi dəydi. Yəni Hasan Paşanın belə rişxəndlə söz deməyi Həsən xana çox pis təsir eləyir. Üzünün Alı kişiyə tutub deyir ki, axmaq qoca, mən sənə deməmişdimmi? At tutacam, ilxını saxla, niyə saxlamamsan? Və əsəbləşir burada Həsən xan Alı kişiyə ki, bunu axmaq adlandırır. Deyir ki, axmaq qoca, deyir, mən sənə deməmişdim, at tutacam, hara aparımsan? Yəni niyə aparımsan? İlxını, daha doğrusu niyə boşlamsan? O da deyir ki, xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayıların beliliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə, Paşaya bunları ver. Alı kişi buna başa salmaq istəyir ki, mən qoca ilxıçıyam, yəni mənim təcrübəm var. Sən bunların belə olmağına baxma, əgər başının uca olmaq istəyirsənsə, bunları verginən. Alı kişinin yeki danışmağından Həsən xan daha da qəzəblənir. Yəni o əsəbləşir ki, mən yəni heç nə bilmirəm ki, sən mənə belə ağıl verirsən. Deyir ki, mənim ilxımda tərifi aləmə yayılmış cinsatlar var. Bu ələngələri qonağı göstərib mənə xəcalət eləməkdə məqsədin nədir? Bax, deyir ki, bir də bir şey qeyd eləyək, atları bəyənməyən bir obrazda var idi. Kim idi bu obraz? Yadınıza salın görək hansı boydaydı? Deməli, bu Durna teli boyundaydı, qolundaydı daha doğrusu. Durna teli qolundaydı ki, orada Qırat, belə deyək, özünü bir növ bizliyə qoymuşdu və Durna teli qolunda Aslan Paşa Qıratı bəyənməmişdi. Çünki Qırat özünü ilə göstərmişdi ki, yəni belə deyək, çəlimsiz, lazımsız bir at kimi, onu da götürüb qoruqçuya mükafat kimi, belə deyək, xəbər verdiyinə görə vermişdilər. Burada da bu atları bəyənmir. Atları bəyənməyən kim idi? Hasan Paşa idi.
Aha, Hasan Paşanın sözündən də təsirlənən Həsən xan olur. Həsən xan da deməli axmaq qoca adlandırır və deyir ki, sənə demişdim at tutacağam. O da deyir mənim təcrübəm yəni çoxdur. Mən qoca ilxıçıyam deməklə təcrübəsinin çox olduğunu demişdi. Bu da Qadif deyir ki, mənim ilxımda tərifi aləmə yayılmış cins atlar var. Bu ələngələri niyə göstərib mənə xəcaət edirsən? Deyir ki, sənin məqsədin nədir ki, sən məni deyir biabır elədin bu atları göstərib. O deyir ki, xan sağ olsun, mənim məqsədim deyir paşanın yanında sənin başını uca eləmək idi. Bütün dünyanı gəzsən, yenə də bunlar kimi at tapa bilməyəcəksən deyir. Aha. Həsən xan lap da hirslənir. Bax bunun bu danışığından Həsən xan lap da qəzəblənib deyir ki, bilmirəm bir saat deyir ki, bilmirəm, bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq 2 dənə ayğırlıq at seçəsən. Bu saat get seç gətir. Alı kişi deyir ki, onda icazə ver, deyir, paşa üçün at seçməyə başqa adam getsin. Və deyir ilxıda və deyir ki, artıq burada, baxın burada Alı kişi deyir ki, mən gedə bilməyəcəm. Yəni, mənim özümün yaxşı hesab elədiyim atlar bunlardır və bunlardan yaxşısını da mən düşünə bilmirəm. Yəni, mən deyir, yaxşı bildiyimi də sənə göstərdim, amma artıq deyir, seçmək üçün başqası getsin. Çünki mən bundan yaxşısını bilmirəm. Və bundan sonra bax yadınızda qalsın, deyir ki, bu söz xanı cin atına mindirdi. Xanı cin atına mindirən söz hansı olur? Yəni mən bu atlardan başqa yaxşı at bilmirəm, başqası getsin, at seçsin deyir. Bu söz onun cin atına mindirir ha. Ola bilər ki, testlərdə verər ki, məsələn, deyəcəkdir ki, yəni bunlardan yaxşı at yoxdur, amma onu götürmürsünüz. Götürürsünüz ki, deyir ki, Alı kişi, mən bunları yaxşı at hesab edirəm və bunlardan yaxşı bir at görmürəm. Mən getmirəm, başqası getsin, at seçsin. Bax, bu söz Həsən xanı daha doğrusu, ənən olan xandır, Hasan isə paşadır. Aha. Anın olan isə paşadır. Və bu sözdən əsəbləşir, cəlladı çağırır, əmr edir ki, Alı kişinin boynunu vurun. Və paşa da qəzəblənmişdi bundan. Və deməli, odur ki, deyir ki, Həsən xan, mən görürəm ki, sən ilğıçın bu daylara çox böyük qiymət verir. Onda sən belə elə, bu dayların hər birinin onun bir gözünə qiymət elə. Bax, bu təklif kimdən gəlir? Yadınızda qalsın. Cin atına mindirilən, yəni deyir ki, bu söz xanı cin atına mindirdi. Bu sözlər təsir eləyir Həsən xana. Amma o deyir cəllad, bax, bu məqamlara diqqət yetirin. Cəllad çağırır. Alı kişinin boynunun vurulmağını istəyir Həsən xan. Lakin bu atların, bu dayların hər birinin onun gözünə, bir gözünə qiymət elə deyən paşa olur. Yadınızda qalsın. Çünki niyə? Deyir ki, Həsən xan, mən görürəm, deyir, ilxıçın bunlara böyük dəyər verir, bu da onun gözünün qiyməti olsun. Cəlladı çağıran, onun boynunun vurulmağını istəyən olur Həsən xan. Bu atlar onun gözünün qiyməti olsun, deyir Hasan Paşa. Və bir də cəllad çağıran deməli xanlarımız da var idi ya, şahlarımız da var idi. Kimlər idi onlar cəllad çağıran? Aldanmış Kəvakibdə kim idi? Birincisi Aldanmış Kəvakibdə deməli Şah Abbas idi. Sonra və dərzi şagirdi Əhməddəki deməli orada da elə Şah Abbas idi. O da demişdi, lakin orada Allah verdi xan qoymamışdı. Deməli Əhmədin boynunun vurulmağını. Aldanmış Kəvakibdə də deməli qoymamışdı. Sərdar Zamanxan Mirzə Sədrəddinin öldürülməsinə icazə verməmişdi. Paşanın sözü Həsən xanın xoşuna gəlir. Bax bu sözlər, bircə dəqiqə təmizləyək buranı. Paşanın sözü Həsən xanın xoşuna gəlir. Ki, yəni onun gözlərinə deməli, belə deyək, qiymət eləməyi. Əmr eləyir, cəllad Alı kişinin gözlərini çıxarsın. Əslində, deməli, bu xan neyləmişdi? Əmriniz demişdi ki, onun boynu vurulsun, bax burada. Lakin nə zamandan sonra deyir, gözləri çıxarılsın, Hasan Paşanın təklifindən sonra bu Həsən xanın xoşuna gəlir. Ondan sonra deyir ki, onun gözləri çıxarsın. Birinci öldürməyi demişdi ümumiyyətlə. Sonra isə gözlərini çıxartmağı
deyir. Eyni zamanda bax bu belə deyək də, dərzi şagirdi Əhməd nağılında da Allahverdi xan Şah Abbas deyəndə ki, onu öldürək, o deyir ki, yox, öldürməm, yaxşıca döydürüb içəri atdıraq. Burada da bax görürsən, belə deyək, ölümünün qarşısını alır. Amma gözlərinin çıxmağına səbəbkar olur Hasan Paşa. Yəni Hasan Paşa ilə Allahverdi xanın belə deyək, ortaq xüsusiyyəti bu ola bilər ki, hər ikisi öldürülən şəxsin ölümünün qarşısını alır. Allahverdi xan belə deyək, Əhmədin ölümünün qarşısını almışdı, demişdi onu döydürək zindana salaq. O belə deyək, demişdi ki, yəni ölümdən xilas eləmişdi, amma döyülməyinə vəsilə olmuşdu da. Demişdi ki, məsələn döyülsün, amma öldürülməsin. Burada da Hasan Paşa onun ölümünün qarşısını alır, amma gözlərinə səbəbkar olur. Yəni bunları ortaq götürə bilərik. Alı kişi nə denir, nə səsini çıxardır, heç bir dəfədə ufuldamır. Elə ki cəllad işini qutardı, Alı kişi deyir ki, bax ufuldamayan yadınızda qalsın. Bu ufuldamır da, yəni gözləri çıxarılarkən. Bir də dedi axı dərzi şagirdi Əhməd də orada döyüləndə səsini çıxartmamışdı, amma zindana salınanda özdə xüsusi zindanı var idi Şah Abbasın. Həmin xüsusi zindana salınanda başlayıb ufulduyurdu. Aha, elə ki cəllad işini qutarır, Alı kişi deyir ki, Həsən xan, insan üçün dünyada hər nazlı nemətdən şirin şey gözdür. Sən məni ondan nəsib etdin. Yəni sən qoymadan da deyir, mənim gözlərim yerində qalsın. Mən sənin qapında can çürütdüm, ilan kimi qabıq qoydum, saç saqqal ağartdım. Bax, saqqal söhbətini eləyən bir obraz da var idi. Kim idi? Sərdar Zaman xan idi. Aha, deyir, amma sən bunların heç birisini bilmədin, mənə qədir qiymət vermədin. Ancaq eybi yoxdur, deyir. İndi ki sən mənim gözlərimi bu daylara qiymət elədin, heç olmasa sözünün ağası ol, deyir, bu dayları mənə ver. Deyir, yaxşı, sən ki deyir, mənim gözlərimi çıxartdın, sözünün ağası ol. Axı demişdi ki, atları onun gözünə qiymət eləməyi Hasan Paşa demişdi. Bu da deyir ki, hə, xoşuna gəlir deyə deyir, hə, eləyərəm də, eləyir. Və bu da deyir ki, ver. Bax, deyir, atları istəyirmi? Aha, burada deməli, Alı kişi atları istəyirmi? Əgər sual versə, götürürük ki, bəli, istəyir. Deyir, sən ki, mənim gözlərimi çıxartdın, sözünün ağası ol, atları mənə ver. Aha, Həsən xan dayların hərəsini onun bir qoluna bağlatıb qapısından qovur. Deməli, onu qapısından qovarkən heç də adi sıradan sözlərlə demir, çıx get. Hərəsini bağlayır onun bir qoluna və qapısından qovalayır. Yəni deyir ki, çıx get buradan. Və kör Alı kişini öz evinə gətirdilər. Gətirirlər, ha, özü gəlmir tam. Çünki görmür daxı necə gələ bilərdi. Nəsə bunu öz evinə gətirirlər. Kəndə xəbər yayılır ki, kəndə xəbər yayılmaq bir də bir əsərdə var idi. Kəndə Suriş yayıldı. Suriş düşdü. Bu hardaydı? Deməli, yadınıza salın, Qurbanəli bəydə idi. Aha, cəmaat onun başına yığıldı. Xəbər Alı kişinin oğlu Rövşənə çatdı. Ən birinci Rövşənə çatmır, ən birinci kəndə gəlir. Bunu kəndə gətirirlər deyə kəndə xəbər düşür və cəmaat başına yığılır. Ondan sonra Alı kişinin oğlu Rövşənə çatır məlumat. Rövşən Rüstəm kimi yiğit, yeniyetmə cavan bir oğlan idi. Və o görür ki, atası gözləri çıxmış bir vəziyyətdədir. Sual verir, deyir ki, ata sənə nə olub? Səni kim bu hala salıbdır? Alı kişi başlayır hər bir şeyi oğluna danışmağa. Rövşən qızmış pələngə döndü. Alı kişinin oğlunun adı nə idi? Rövşən. Və ayağa qalxıb deyir ki, oğlun sənin qısasını yerdə qoymaz, ata. Bir də gəlin əsərlərlə qarşılaşdırma aparaq. Manqurtdakı oğul atasının qisasını almaq üçün Jolaman hara getmişdi? Müharibəyə getmişdi. Çünki onun atası Juanlarla neyləmişdi? Döyüşdə həlak olmuşdu. O atasının qisasını almaq üçün gedir. Eyni zamanda atasının qisasını almaq üçün gedən kimdir? Deməli, bir dənə deyirik Manqurtdakı Jolamanı götürürük. Jolaman qeydlərinizi götürün, buraları təmizləyəcəm. Aha, Manqurtdakı Jolamandır. Atasının qisasını almağa gedirdi. Atası döyüşdə həlak olmuşdu. Amma burada nə idi? Onun gözlərini çıxartmışdılar. Bu da qisasını, deyir, sənin qisasını yerdə qoymayacağım. Bax, bu Koroğlu atası barəsində deyir, sənin qisasını yerdə qoymayacağım. Lakin Jolamanda dilindən verilmir nitq olaraq, amma bilirik ki, atasının qisasını almaq üçün gedibdir. Amma indi ümumi sənin qisasını yerdə qoymayacağım deyən bir obraz da var idi. Bu atası deyildi, düzdür. Amma yadda saxlayın ki, Əhməd
yadınızda qalsın. Mahmudun başının üstündə, yəni cəsədinin üzərində söz vermişdi ki, sənin qisasını yerdə qoymayacağam ağa. O da gedir, yəni Fəxrəddini öldürməyi demişdi. Həqiqətən də Fəxrəddini öldürür. Bax, bu qisas söhbətində bunları yadda saxlayırsınız. Buraları təmizləyirik və aha. Deyir ki, indi Həsən xan mənim qabağımda dayansın, görüm necə dayanacaqdı. Kəndin cavanları da Koroğlunun, daha doğrusu Rövşənin ilk ətrafına toplananlar kim olur? Kəndin cavanları olur. Kəndin cavanları da qalxdılar. Alı kişi işi belə görəndə oğlunu çağırıb yanında əyləşdirir. Deyir ki, ona deyir ki, əlini çiyninə qoyaraq, hələ qısasın vaxtı deyil bala, vaxtında deyir, vaxtım mən deyəcəm. Nəsə bu gedəndə bunu saxlayır. Deyir ki, hələ getməginin. İndi gəlin sizə bir şey deyəm. Əsərlərin ortaq cəhət kimi. Hələ qisasın vaxtı deyil bala. Bu deyir, bunu saxlayır. Yoldan saxlayır. Deməli, Koroğluda da baxın bir məqama diqqət yetirin. Durna teli qolunda Koroğlu gəlir, o taxıl biçən yaşlı kişi var idi ha. Onun yanına, o deməli sonradan biləndə ki, o Koroğludur. Koroğlu birbaş paşanın üzərinə getmək istəyəndə ona deyir. Deyir ki, getməginə. Şəhərə, yəni belə bir toy girməyin. Yəni hissə-hissə getməyə məsləhət görmüşdü. Bir növ dayanmağı məsləhət görmüşdü. Burada deməli dayanmağa məsləhət görür Alı kişi, orada da həmin yaşlı qoca kişi demişdi ki, yəni bu yolla gedin. Aha. Deyir ki, mənim gözlərim bu dayların üstündə çıxarılıbdı. Bu dayların üstündə də gərək mənim qisasım alınsın. Deyir, mənim gözlərimi bu atlara görə çıxardıbdılar. Elə onların üstünə minib gedib qisas almaq lazımdır. Bu dayları deyir, sənə tapşırıram. Elə belə atlardan deyil, dərya atından əmələ gəlibdi. Yəni bunlar, aha, həmin bu daylar nədən əmələ gəlmişdi? Dərya atından əmələ gəlmişdi. Dedi, yaxı, 2 dənə ayğır gəlmişdi, Madyana yaxınlaşmışdı. Hə, indi deyir, sən gərək böyük bir tövlə tikəsən. Ən birinci ata buna nəyə məsləhət görür? Deyir, get tövlə tik. Aha. Amma bu tövləyə heç bir yerdən işıq düşməsin. 40 gün işıq düşməsin, tövlə tik, işıq düşməsin və 40 gün keçsin. Tövlədə deyir, qalacaqdı. Aha. Aha. Bayır baca üzü görməyəcək. Deyir, tövlətik, atlara deyir, heç bir yerdən işıq düşməsin, 40 gün tövlədə qalsınlar, heç bir yerdən buna işıq düşməyəcəkdir. Bir insan övladının gözü gərək deyir, bu 40 gün ərzində bu atlara yaxınlaşmasın, baxmasın, görməsin. Rövşən deyir ki, yaxşı ata, belə olanda mən deyir, onlara necə yemliyim, yəni nə cür yemliyəcəm. Aha. Rövşənin ilk sualı nə olur? Deyir, yaxşı, əgər mən onların içərisinə girməyəcəmsə, nətər yemləyəcəm mən onları, necə sulayacam? Alı kişi deyir ki, sən tövlədə hər day üçün 40 gözlü bir axur qayır, yer qayır. Atlar deyir, 40 günlük arpasının, samanın, arpa söhbəti hansı əsərlərdə var idi? Qarışqa və kərkədan da var idi, ikinci əkinçidə var idi. Aha. Hə, deyir ki, arpasının, samanın həmin bu axırları doldur. Kəndin başındakı zümrüd bulaqdan tövlənin içərisinə. Aha. Baxın, bulaq adı var burada. Nədir? Hansı bulaqdır? Zümrüd bulağıdır. Deyir ki, zümrüd bulaqdan tövlənin içərisinə bir arx açarsan, hər axırın yanında da balaca bir çar hovuz tikərsən. Atlar deyir, 40 gün burada yeyib içib bəslənəcəkdilər. İndi gəl hələlik deyir, tövlə hazır olana kimi dayları çək bağla. Rövşən qabaqca atasını rahatlayır, sonra da dayların yerini sahmanlayıb tövləni hazırlamağa başlayır. Elə ki tövlə hazır olur. Alı kişi gəlib əllə çar hovuzu, axurları yoxlayıb deyir, yaxşıdır deyir. İndi sən axurları doldur, suyu da hovuzlara bağla. Ancaq deyir, yenə də sənə deyirəm, gərək tövləyə nə işıq düşə, nə də atlara bəyni insan gözü baxam. Atanın bərk-bərk tapşırdığı hansı məqam idi? Gəlin onlara diqqət yetirək. Ata bərk-bərk tapşırır ki, nə işıq düşməsin birincisi, nə də ki, bəni insan gözü baxa. Nə insan görməsin, nə də ki, işıq düşməsin. Bu işdən deməli neçə gün keçir? 38 gün keçir. Bu Rövşən səbri çatmır. Atalar deyirlər ki, insan səbirsiz olur. Rövşən deyir, 38 günü başa vurdu. 39-cu gün nə qədər istədi, deməli, özünü saxlaya bilmədi ki, bilmir, gəlir, girir, baxır, tövlərin üstünə çıxır, balaca bir deşiyə açıb içəriyə baxır. Rövşən baxanda gözlərinə inana bilmir. Nəyə görə gözlərinə inana bilmir deyək.
Sağ axurdakı atın çiyinlərində 2 dənə qanat var idi. Rövşənin gözlərinin inana bilməməsinin səbəbi atların çiyinində 2 dənə qanadın olması idi. Özü də qanatlar alov kimi yanır, qızıl kimi parıldayırdı. Aha, bir məqama diqqət yetirək. Rövşən gözlərinə inana bilmirdi. Atların qanatları var idi. Qanatlar alov kimi yanıb, qızıl kimi də parıldayırdı. Rövşən tez sol axırdakı ata baxır. Aha, hansı atın qanadı alov kimi yanıb, qızıl kimi parıldayırdı? Sağ axır. Olar, bunu da salarlar. Yeni əsərdə xırdalağı təhlil etmək lazımdır. Ata baxdı, gördü ki, yox, bu atın qanadı yoxdur. Aha. Deməli, qanadı olan at sağ axırdakıdır, qanadı olmayan at isə sol axırdakı atdır. Və gözlərini dolandırıb yenə sağ tərəfdəki ata baxır, gördü ki, qanad yavaş-yavaş sönür. Bax, sağ axırdakı atın qanadı alov kimi yanıb, qızıl kimi parıldayırdı. Sol axırdakında belə bir şey yox idi və getdikcə baxır ki, sağ axırdakılar da çəkilir. Görünür, özü baxıb deyə belə olub da. Və tutduğu işdən çox peşman olur. Yəni öz-özünə pis olur ki, mən niyə baxdım? Tez deşiyi örtmək istəyir, ancaq daha mənası olmur. Çünki gördüyün görmüşdür. Qanatlar yavaş-yavaş əriyib yox olur. Rövşənin bir əli oldu, bir başı. Yəni bu nə deməkdir? Pis olur. Əli ilə başına döyür ki, bir əli oldu, bir başı deməkdir ki, əli ilə başına döyür ki, yəni mən niyə belə bir iş tutdum, nəyə görə mən belə deyək, atlara baxdım. Hə, bəli, bir gündə gəlib keçir. 40-cı gün Alı kişi Rövşəni çağırıb deyir ki, bala gəl məni atların yanına apar, deyir görüm nə haldadılar. Rövşən atasının əlindən tutub tövləyə aparır. Alı kişi sağ axırdakı ata yaxınlaşır. Rövşən ona görə arxayına aparırdı ki, atasının onsuz da gözləri yox idi. Yəni bu atların qanadının olmayacağını bilməyəcəkdi, amma ata bunu bilir. Gəlin baxaq. Əlini atın belinə çəkdi. Atanın əlini atın belinə çəkməkdə məqsədi var. Çünki bilirdi ki, orada qanatlar olacaqdı. Yəni Alı kişi hardan bildi ki, bu atın qanatları yoxdur? Əlini atın belinə çəkir. Sonra Rövşənə tərəf dönüb dedi, düzünü de görün bu necə olan işdir. Rövşən bilmədi nə desin, soruşdu. Nə deyirsən ata? O deyir ki, oğul məndən gizlətmə. Mən sənə deyirəm ki, bu ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görüm. Bu necə olan işdir? Aha. Deməli, Alı kişi hardan bildi ki, bu atın qanadı yoxdur? Əlin sürtür atın kürəyinə, görür ki, qanadları yoxdur. Deyir, düzünü de görüm. Yəni necə olan işdir? Yəni bunu insan gözü baxıbdır. Rövşən başlayır hər şeyi atasına danışmağa. Alı kişi deyir ki, səbirsizlik adama həmişə ziyan verir. Aha, desə ki, atalar sözü varmı burada? Bunu da yadda saxlayırıq ki, səbirsizlik adama həmişə ziyan verir. İndi sən də səbirsizliyin ziyanını çəkirsən. Bax, belə deyək, Koroğlunun səhvlərindən biridir. Əslində Koroğlu götürməyə, Koroğlunun səhvi məsəl üçün Həmzəni gətirmək idi. O qolda bunu işlədə bilirik. Burada da səhvi nə idi? Səbirsizlik eləmişdi. İndi deyirsən, səbirsizliyin ziyanını çəkirsən, ancaq deyir, fikir eləməyə dəyməz. Olan olub, keçən keçibdir. Və deyir ki, bir neçə gündə deyir, atları bayıra çıxarma. Qapını bağlamaq lazım deyil. Özün gündə gəlib deyir, yemləyib sulayarsan. Aha, baxaq, ardına baxırıq. Bir dəqiqə, aha. Bir neçə gün keçəndən sonra qoca ilxıçı oğlu ilə bərabər gəlib tövləyə girir, atları yoxlayıb deyir ki, Rövşən oğlu atlar deyir, daha böyüyübdür, minilmək həddinə çatıbdır. Deyir, onları bir-bir bəlkə boşa salıb sınaqdan çıxartmaq lazımdır. Aha, bu atları necə sınaqdan çıxardırdılar? Bəlkə boşa salaraq. Əvvəl bundan sonra o birisi min təzəcə sulanmış şumda səyirdi. Necə yoxlayırdılar? Gəlin baxaq. Aha, təzəcə sumlanan şumda səyirdirdilər. Bir. Sonra qara tikanlığa sür. 2. Atları necə yoxlamağı deyir. Təzəcə sulanmış şumda səyird. 1. Şumda səyird. 1. Qara tikanlığa sür. 2. Sıldırım qayada daşlığa çıx. Çap. Bu da 3. Rövşən atasının öyrətdiyi kimi əvvəl sağ tərəfdəki atı mindi və atasının dediyi yerlərə sürdü. Alı kişi atın ayaqlarının üylərini bərk sıxdı. At nə də isindi, nə də qırpındı. İndi növbə çatır ikinci ata. Rövşən bu atda minib sürdü. Alı kişi dedi ki, oğul Rövşən birinci at sınaqdan yaxşı çıxdı. İkinci atda pis çıxmadı. Əmək itirmədi. Ancaq birinci ata çata bilməz. Deməli, yüksək dəyərləndirdikləri at neçənci at olur? Birinci at olur. Elə bunların gözündə də birinci at olur. Və buna görə nə edirlər? Birinci atın adını deməli nə qoydular? Qırat.
İkinci atın adını isə deməli Dürat qoydular. Birinci atımız oldu Qırat, ikinci atımız oldu Dürat. Lakin birinci ata çata bilmir də bu Dürat. Qıratın qədrini deyir, yaxşı bil, onu canından əziz saxla. Alı kişi deyir ki, oğlatlar böyüdü, sınaqdan da çıxdı. İndi Həsən xandan qisas almaq vaxtı çatıbdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqq hesabımızı çəkək. Atları hazırla, hesabımızı çəkək. Baxın, burada bu hissələr ki verilibdir ya, üç nöqtə qoyulubdur. Baxaq, hələ uşaqlıqdan deyir, bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmış, onu evə gətirmişdi. Daş balacaydı, amma çox ağır idi. Özü də ışılıyır, parıldayırdı. Alı kişi dayı o üzünə, bu üzünə çevirib yoxladı daşı, daha doğrusu həmin daşı yoxlayır. Başa düşür ki, o göydən düşmüş ildırım parçasıdır. Baxın, bu daşı kim tapmışdı? Rövşən özü tapmışdı. Onun göydən düşmüş ildırım parçası olduğunu isə atası deyir. Sabahsı gün Alı kişi Rövşəndən xəlbət ildırım parçasını götürüb bir ustanın yanına aparır. Salamlaşandan sonra daşın bir balaca tikəsini ustaya verib deyir ki, mənə bir biz qayır. Bu atdan mənə biz qayır, yəni biz düzəlt. Usta bir çək-çəvi edəndən sonra daşdan bir biz qayırdı və Alı kişiyə verib qaytardı. Alı kişi ustanın haqqını verib bizi cibində gizlətdi. Daşın qalanını bir misri qılınc qayranın yanına aparıb dedim. Ən birinci ustanın yanına aparanda həmin o ildırım parçası daşı deyir ki, mənə bir dənə biz düzəlt. Bizi düzəltdirir, ondan sonra götürür aparır. Başqa bir ustanın yanına deyir ki, mənə qılınc qayır. Deməli, ən birinci nə düzəltməni istəmişdi? Biz. Başqa birisinin, yəni bizi düzəltdirdiyi başqadır, qılıncı düzəltdirdiyi başqadır. Bizi düzəltdirir, qoyur cibinə, indi qılıncı düzəltdirir. Qılıncı düzəltdiyi tamamilə başqadır. Deyir ki, bu usta əvvəlkindən də uzunçu idi. Çox danışan yəni. Qaraz uzun çevirindən sonra Alı kişi bu ustanı razı elədi. Usta daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu. Usta baxdı ki, qılınc nə qılınc? Vallahi bu elə bir qılıncdır ki, deyir, gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşür. Bax, bu qılıncı düzəltsə də usta, qılınca gözü düşür, qılıncdan xoşu gəlir. Vaxt tamam olanda Alı kişi gəlir ki, qılıncı götürsün aparsın. Və usta neyinir? Qılıncdan xoşu gəlmiş daha. Qılıncı verməyib başqa bir şey verir ona. Ayrı bir qılınc verir. Ancaq Alı kişi işini əvvəlcədən möhkəm tutmuşdu. Dinməz söyləməz cibindəki bizi çıxarıb qılıncın tiyəsinə bastı. Qılıncı nə cür yoxlayır? Çıxarıb bizi çıxarır, qılıncın tiyəsinə basır. Biz qılıncı dəldi. O biri tərəfinə keçdi. Yəni bu yoxlayırsa, əgər həqiqətən qılıncın özü həmin daşdan olsaydı, keçməyəcəkdi. Baxaq. Usta baxıb görür ki, Alı kişini alada bilməyəcək, naçar qalır. Yəni çarəsiz bir vəziyyətdə onun qılıncını verir. Deyir, indi bu bizi bu qılınc tiyəsinə vurdu. Elə bir ildırım çaxdı. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Amma bu barədə oğlu Rövşənə heç bir söz demir. Nəsə bu qılıncı götürür gəlir evlərinə, oğluna heç bir şey demir. Rövşən Qıratı, Düratı yəhərliyib atasının bərbərinə çəkdi, bərabərinə. Elə kişi, Alı kişi hər şeyi hazır görəndə evə girdi, həmən qılıncı gizlətdiyi yerdən çıxartdı, oğlu Rövşənə verib dedi, al bu qılıncı belinə bağla, bugün sən gördüyün qılınclara deməli, bu qılınc, deyir, bu sənin gördüyün qılınclara bənzəmir, hər nəyə vursan, deyir, doğruyub tökəcəkdir. Bunun adına nə deyirlər? Misri qılınc. Deməli, qılınca ad verən kim olur? Elə ata olur. Misri qılınc deyir buna. Baxaq görək bundan sonra. Alı kişi Dürata, Rövşən də Qırata minib yola düşürlər. Qırata minən kim idi? Rövşən. Dürata minən kim idi? Alı kişi idi. Gəlib Həsən xan imarətinə, yəni sarayına çatırlar. Rövşən bir tərəfdə dayanır. Alı kişi də Düratın imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan Alı kişini yalmanına əl atmayan bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü, Alının oğlu da buradadır. Özü də bir ata minib ki, Ruzigarın gözü hələ belə at görməyib. Yəni çox gözəl bir at. Alı kişi deyir ki, Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Yəni sən deyir bəyənməmişdin bu atları bir zamanlar. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax göründü sənə necə at olublar. Deyir ki, sən bunlara görə mənim gözümü çıxartmısan. Gör nə gözəl atdılar indi.
Və sonra deyir, Həsən xan, mən sənə yaxşılıq eləmək istəyirdim, sən başa düşmədin. Mənim yaxşılığımın əvəzini mənim dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Görürsüz cürətli obrazı. Cürətli obraz harda var idi? Sultan Səncər və Qarada da görmüşdükmü? Bəli, görmüşdük. Əlindən gələni əsirgəsən kişi deyilsən. Buna deyir ki, sən kişi deyilsən. Həsən xanın bu sözündən acıqlanır, qılınc çəkib kişinin üstünə cumur, Rövşən qıratı onun üstündən sürür. Misri qılıncı göydə qopdu deyir, qoşun onların üstünə yerdi. Rövşən özünü qoşuna vurdu. Yandan qırat bir yandan, dörət bir yandan, Rövşən Misri qılıncından qoşunun qabaq dəstəsini qırıb tökdü. Nəsə bunlar qoşunun qabaq dəstəsini qırıb tökürlər. Rövşən atasının ələ keçəcəyindən qorxub davadan əl çəkir. Atları sürüb çölə tərəf üz qoyur. Niyə çölə tərəf üz qoyur? Qorxur ki, atasının nəsə ola. Aha. Deyir ki, ata oğul axşama qədər yol gedib, axşamüstü bir çayın qırağında dincəl çatırlar. Ala kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. Nəsə bunlar geri qaydanda. Bax, deməli Çənlibeli özləri nə zaman yurt seçirlər, geri qaydanda. Gəlin baxaq. Rövşən deyir ki, ata, bura hər tərəfi sıldırım qayalıq, çəlli çiskinli bir dağ belidir. Aha. Baxın, Çənlibelin adının necə yarandığına fikir verin. Görün nə deyir. Nəsə onlar qayıdıb gələndən sonra axşamüstü bir çayın qırağına çatırlar. Alı kişi deyir ki, bura necə bir yerdir. O da qayıdıb deyir ki, çənli, dumanlı, çiskinli bir yerdir, uca bir dağdır. Aha, hər tərəfi sıldırım qayalıq bir yerdir. Alı kişi nə deyir? Deyir, oğul, bax gör bu belki deyirsən, ha, deyir, hər tərəfində bir uca qaya görünmür ki. O da qayıdıb deyir, görünür, bir sağında da solunda da, biri sağında, biri də solunda. Özü də başları qarla örtülüdür. Yəni qar tutubdu bunların başı. Alı kişi deyir ki, mənim axtardığım yerlə buradır. Buraya Çənlibel deyirlər. Bildiniz indi niyə Çənlibel deyirlər buraya? Gəlin baxaq. Aha, deyir ki, dedəqə. Aha, Çənlibel. Gördünüz? Çənli olduğuna görə, dumanlı olduğuna görə, bir də bel hissəsi olduğuna görə Çənlibel deyirlər bura. Aha. Və deyir, oğul deyir, mənim axtardığım yeri buradır. Burada yurt salmalıyıq. Çənlibelin yerini Koroğlunun və dəstəsi üçün yer seçən kim idi? Elə atası idi, Koroğlunun atası idi. Deyir, ata oğul Çənlibeldə yurt saldılar, yaşamağa başlayırlar. Günlərin bir günü Alı kişi Rövşəni yana çağırıb deyir ki, oğul, buradakı dağların birində bir cüt bulaq var. Adına nə deyirlər? Qoşa bulaq. Buz kimi suyu var. 7 ildən 7 ilə cümə axşamı məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz toqquşanda qoşa bulağa nur tökülür. Köpüklənib daşır. Hər kim qoşa bulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli bərabəri tapılmaz. Aha. Koroğlu niyə güclüdür bu qədər? Çünki həmin qoşa bulaqda çiməcək. Aha. Və deyir, kim orada çimsə, qüvvətli bir igid olur da. Hər kim qoşa çimsə, qüvvətli igid olur. Suyundan içsə, aşıq olur. Aha. Vaxt gəlib çatır, qoşa bulağın tab deyir ki, vədə çatıbdır, get axtar. Yəni get o bulağı axtar tab. Qoşa bulağı tab, ancaq deyir, köpüyündən bir qavda mənə doldur gətir. Onu tab, mənə də su gətir deyir. Rövşən gedir dağları, daşları ələhvələ elədi. Axırda bir dağa çatdı, bir əziyyətlə qaya dırmaşdı. Baxdı ki, buraya ilə çəmənzar, laləzar bir yerdir. Gəl görəsən, ortaqda qoca bir ağac var. Altında da qoşa bulaq duruna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafa süd gölünə döndərir. Rövşən o qədər gözlədi ki, deyir, axşam oldu, ulduzlar doğdu. Ulduzlar gəlib düz qoşa bulağın üstünə toqquşdular. Onların toqquşmasından qoşa bulaq daşdı. Qoşa bulaq nə zaman daşdı? Ulduzlar toqquşanda. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü, bir qab da doldurub içir. Baxa görək nə olur. Bir qab başından tökür, birində içir. Amma bir də baxır ki, doldurmaq istəyəndə su dayandı. Bulaqlar da elə durulub ki, elə bil göz yaşı da axır. Daha doğrusu su dayanmır, su axır. Amma bir məsələ var. Ata buna nə demişdi? Köpüklü su gətir. Köpüklü suyu da gətirə bilmir. Birin başından tökür, birində içir, bir də baxır ki, köpük dayanıbdı. Aha, baxın, görün nə deyir? Deyir, ayda adibidat, köpük hayandaydı. Bulaqlar yenə də elə durulub, elə bil göz yaşı da axır. Rövşən bir başına, bir düzünə vurur, ancaq hara çatacaq? Yəni mənasızdır. Və qabı boş götürüb kör peşman geri döndüm. Aha.
Bir də bir məqama diqqət yetirin. Bu qap söhbəti var idi ha. Qap söhbəti hansı əsərdə idi? Boşqab gətir, qazan gətir deyən deməli Əli Abbasın nəvəsi idi. Yəni Ağa Səlim idi. Sadəcə qab gətir deyən isə Fətulla idi. Burada da Çənlibeldə, daha doğrusu Koroğluda, hələ Koroğlu, Koroğluda deməli nə edir? Qabı götürür, birin başından dökür. Birini içir, bir də baxır köpük qutarıbdı və qabı götürür. Kör peşman geri dönür, gəlir atasına deyir ki, bəs belə atası dərindən bir ah çəkir. Deyir ki, mənim gözlərimin dərmanı o köpüklərdə idi. Deməli, atanın gözlərinin dərmanı nədə idi? Həmin o köpükdə, köpüklü suda. Ki, dərmanı köpükdə idi. Deyir, o da ələ gəlmədi. Rövşənin dərdi 1 itib 5 olur. Başına gözünə döyməyə başlayır ki, mən niyə deyir qabaqca özüm içdim, mən gərək özüm içməzdim. Alı kişi buna deyir ki, oğul ağlamaqdan bir şey çıxmaz. Aha, gördünüz yenə. Atalar sözü var burada. Keçənə güzəş deyərlər. Görünür, bir də deyir, səni görmək mənə qismət olmayacaq. Daha mənim əcəlim tamamdır. Yəni mənim sonum çatıbdır. İndi qulaq as, deyir, sənə 1-2 sözüm var, onları deyim. Vəsiyyəti görürsünüzmü burada? Rövşən atasının yanında əyləşir. Alı kişi deyir, bala, aylar keçər, ildə onlar. Sənin adın məğribdə, məşriqəcən, bütün dünyada məşhur olar. O köpükdən sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin niyə Koroğluya şairlik verildi, qoluna qüvvət verildi? Həmin köpüklərə görə. Bir də sənin səsinə, nərinə elə bir qüvvət gələcək ki, heç bir pəhləvanın qulağı ona dözə bilməyəcək. Nə qədər ki, deyir, Misri qılın sənin belində, sən də Qıratın belindəsən, özü də Çənlibeldesən, sənə heç kəs balta bata bilməyəcək. Get, sənin adını Koroğlu qoydum. Deməli, bunun adını Koroğlu kim qoyur? Atasının özü qoyur. Alı kişi vəsiyyətini eləyib, ömrünü oğluna bağışlayır. Koroğlu atasının atanı harda dəfn eləyir? Qoşabulağın yanında. Təmizləyək buranı, bir dənə diqqət yetirin. Koroğlu atasını harda dəfn edir? Qoşabulağın yanında. O gündən də Çənlibeldə yurt yuva saldı. Atasını dəfn elədiyi gündən də Çənlibeldə yurt yuva salır. Beləcə, ümidvaram ki, Alı kişi qolu sizlər üçün aydınlanmış oldu. Faydalı olacağını düşünürəm.